dərman vurdu. O Türkiyə çarə birisi zəhlə tökəndi. Tez başa gələn elə bu aptekdən alınma dərmanlardır. Məsələn, xorusu aldıq, qatdıq, vurduq, ağacları çimizdirdik. İndi inşallah baxaq nəticəsini də çəkib qoyaram, görək. Əvvəl nə idi, sonra nə oldu. Gör qardaş, qarışqalara bax, gör qarışqaları nə edir. Qarışqanı da öldürür, həşəratı da öldürür. Ağcaqanad, həşəratları, məşəratları hamısı. İndi Bağındakı nə gün deyildi. Vallahi billahi yenə də nə gör ağacların bu dərmanların şotuna qəşəng qalır. Özüm ölüm. Həqiqətən. bağban qardaş deyir ki, bu il qurtlamayacaq da. Alma armudun da qurtlamayacaq. Rasimin narlarını dedik ha, Rasimin narlarını da dərmanladım. Daha ondan artıq nə istəyirsən? Sağ ol qardaş, sağ ol. Allah köməyin olsun. Mən çox oynayırdım bu Türkiyə çara metodlarına. Xeyli görürdün. Görürdüm, amma itin zülmünü çəkirdim də. Hələlik yaxşı, bunu da belə yola saldıq inşallah Allahın köməkliyi ilə. Bir də baxarıq məhsulumuz nə olacaq, qurtlu olacaq, qurtsuz olacaq. Bəli, elə alıqlar bunlardan həşir, bunlardan götür. İki də hala, bunlardan götür. Şərətlər öldü. Bunlardan götür. Qurtlardan əmələ gəlir. Oldu əzizlərim, Allah sizə can sağlığı versin. Hərdən bir orada bir Babanı da görün. mənə yazmağa, soruşmağa da bir çəkinməyin. Bəli. Sağ olun, salamat qalın. Sağ ol.